məhsul növü sualını düzəltmək. Hə, deyil, sözüdür. Hə. Yaxşı, neysə. Sualını düzəltmək. Ümumiyyətlə sualda necə olur? Bax, sualda artıq biz əsas verillərə yox, köməkçi verillərə baxacağıq. Nə deməkdir? İndiyə qədər biz keçəndə görürük ki, əsas verilə baxırdıq, zamanını təyin edirdik. Düzdür? Misal üçün, invited-dirsə biz deyirdik ki, burada əmizal olacaq. Invited-dirsə biz deyirdik, burada nə olacaq? Gozvel olacaq. Amma sual cümləsində artıq biz do-does dili əsasən seçəcəyik. Necə? Bax, diqqətiniz burada olsun. Deməli, deyirəm ki, do, they, nə deyək? Deyək ki, do they invite? Invite. Us. Və yaxud da ki, nə bilim, him deyək. Him. To the party. Onlar onu partiyə dəvət edirlərmi? Baxın, mən bu cümləni passive voice-a çevirəndə, diqqətiniz burada olsun tanrınızın. Mən bu cümləni passive voice-a çevirəndə artıq neyiniyəcəm? Fe'ilə baxıb zaman təyin edə bilmərəm. Niyə? Çünki biz zamanlarda keçdik ki, do-da da, does-da da, did-də də fe'il həmişə qayıdır məsdər formasına. Ona görə biz fe'ilə baxıb zamanı təyin edə bilmirik. Köməkçi fe'ilə baxacağıq. Do hansı zamanın köməkçi fe'lidir? İndiki sadə, yəni present simple. Yenə də biz do'ya baxacağıq. Tez deyəcəyik ki, burada nə olacaq? Am, is, are. Yəni, to be'nin indiki zaman formasına istifadə eləməliyik. Amma nəqli cümlədən fərqi odur ki, burada artıq sual olduğuna görə köməkçi fe'l birinci gələcək. Həmişə mübtədanı birinci gətiririk nəqli cümlədən, sonra to be'nin formasını gətiririk, düzdür? Amma sualda isə tam əksinə, burada artıq köməkçi fe'li birinci gətirib, sonra mübtədanı, sonra əsas fe'li gətirməliyik. Deməli, do'nu gördüm, dedim ki, burada əmizardan biri olmalıdır. İndi əmizarı seçmək üçün, əmmi, izmi, yoxsa armı? Orada nəyə fikir verməliyik? Burada bizim fe'limiz hansıdır? Invite. Tamamlığımız hansıdır? Him. Aysof. Bax, buna əsasən. Himi nəyə çevirməliyik? Nəyə? Hiyə. Hi ilə to-bin hansı forması işlənir? Is. Deməli, cümləyə nə ilə başladacaq? Islə. Deyəcəm ki, is, sonra himi hiyə çevirəcəm. Deyəcəm, is he, invite necə fe'ldir? Necə fe'ldir? Qaydalı. Deməli, nə olacaq? Is he invited, baxın, invited to the party by them. Daxil edər yazmıram. Əsas hissəsi budur. Is he invited yazındadır. To the party. Onlar partiyə dəvət olunurlarmı? Əgər bunu istəsəm, deyə bilərəm. Is he invited by them? Birinci tamamlıq olduğuna görə bunu deməliyəm. By them. Amma mən bunu by'siz versəm səhv olacaq. Bax, bilin, məlum növün mübtədasını məhsul növdən verəndə mütləq by'dan istifadə eləməliyik. Və bax, bayaq ki, elədiyi səhvlərdən by'dan sonra məlumun mübtədası gələ bilər. Başqa sən heç nə qoya bilmərsən orada. Bildin? By'dan sonra məlumun mübtədası olmalıdır. Deməli, necə, özə bu sizə həm də niyə görə kömək olacaq? Sual cümlələrini keçəcəyik biraz sana. Sual cümlələrində bu sizə çox olur. Ancaq ki, bunu biləndə artıq sualı da biləcəksiniz. Ən çox uşaqların çaşdığı sual cümləsidir sıralamaya görə. Deməli, sıralama necə oldu? Köməkçi fe'l, mübtəda, sonra əsas fe'l. Keçirəm başqa bir cümlə deyirəm. Deyirəm ki, does, she, nə deyək? Deyək ki, does she, deyək ki, cook. Deyək ki, tasty meals. O dadlı yeməklər bişirir. Hə, indi gəlirəm bura. Does varsa nə olacaq to-be'nin forması? Am, is, are. Bunlardan biri olmalıdır. İndi mən əmizarı seçmək üçün hara baxmalıyım? İsmə, meals. Fe'ldən sonra. Fe'ldən sonra. Bu sənin fe'lindir. Fe'ldən sonra gələn, bax, budur. Sənin baba tamamlığın budur. Bu olacaq məhsulun mübtədası. Tasty meals cəmdədir. Cəmdəsə nə olacaq? Are deyəcəksiniz. Are yazdım. Sonra nə edirəm? Onu gətirirəm, məlumun tamamlığı məhsul mübtədası ilə keçəcəkdir. Düzdür? Deyəcəm ki, are, tasty, baxın, tasty, meals. Sonra necə fe'ldə? Qaydalısa nə olacaq? Cooked. Bunu desəm, məhsulda necə deyəcəm? By she yox, by her. By söz önündə, yaxud söz önündən sonra obyekt demək. Hətta sual cümləsinin məhsul önündə. Deyirsən ki, o dadlı yeməklər bişirir. Deyirəm ki, dadlı yeməklər bişirilir. Yəni, onun tərəfindən də dadlı yeməklər bişirilmir. Həmişə nəqlini çeviririk, indi sualı çevirsən də. Sual cümləni məhsul önündə çevirsən, bəli. Bəzən də olacaq sizə, necə olacaq, bax. Elə bir ki, sual verəcək belə, bu şəkildə sizə sual verir, cavabını istəyəcək sizə. Deyəcək ki,
məhsul növdə verilmiş demək düzgün cavabı seçin. Bax belə də verilə bilər. Məsəl üçün burada deyirəm ki, o dadlı yeməklər bişirilir. İndi mən deyirəm ki, hə, dadlı yeməklər bişirilir onun tərəfindən. İndi mən burada deyirəm ki, yes deyirəm. Yes, bu tip suallar deyirəm. İndi bunun üçün adi qaydada da tasty meals deyəcəm. Meals are cooked. Are cooked. Bu qədər. Elə ki, cavab verəndə nəqli ilə cavab veririk. Hə, dadlı yeməklər bişirilir onun tərəfindən. Bax gör. Belə də verilə bilər. Və yaxud da ki, verilə bilər ki, sualı elə sual kimi çevir. Və ya da suala cavab ver, amma cavab verəndə məhsuldan cavab ver. Sualı çevirəndə ar niyə qabağa keçir? Axı cavab verirsən bu. Bu nəqli ilə cavab. Sualı verirəm. Belə bir sualı məhsuluna çevir. Sualdan köməkçi vermişə birinci gəlir. Ümumiyyətlə sual cümləsi necə olur? Köməkçi bir, mübtəda sonra əsas bir. İngiliscə belə olur. Əvəzi istifadə olunur. Bunu məhsul çevirəndə istifadə eləmirsən. Ancaq necə istifadə edə bilərsən? By ilə cümlənin sonunda deyə bilərsən. By dur. Amma biz elə bir ki, məlum məhsul çevirəndə mübtədalar dəyişməlidir də. Misal üçün mən deyirəm ki, onlar hər gün ev təmizləyirlər. Deyirəm ki, they clean home every day. Deyirəm ki, ev hər gün təmizlənir. Onlar tərəfindən. Deyirəm home is cleaned every day by them. By them every day daha doğrusu. Bildiniz? Belə ki, mübtədalar dəyişməlidir burada. Bunu bildiniz. Do does olanda nədən istifadə edəcəksiniz? Əmizad. Do does'ın özünü işlətmirsiniz. Məhsul növdə qətiyyən. Do does isə əmizaddan istifadə edəcəksiniz. Gəldik keçmiş zamana. Deyirəm ki, bax, did she write an essay? O essay yazdı mı? Baxıram, cümləni, deyirəm ki, essay yazıldı, belə deməsən. Deyirəm, essay yazıldı onun tərəfindən. Burada bizim köməkçi feilimiz hansıdır? Did. Did hansı zamandadır? Keçmiş. Keçmiş zamanda nə olacaq? Was were. İndi was were olması nəyə görə seçəcək? Essay'ə görə. Essay necədir? Təkdən. Essay təkdədir. Was. Was. Sonra nə edəcəm? Bax, feildən sonra gələn bu essay'ni gətirirəm. Bax, köməkçi feildən sonra yazarım. Deyirəm ki, essay, I saw. İndi write-ın üçüncü forması. Yox, written, written. Ona görə gedin, yaxşı əzbərləyin, nədir, qaydası feilləri. Olacaq nə? Written. İndi mən burada məlumun mübtədasını demək istəsəm, nə deyəcəm? By her deyəcəm. By her. Bildiniz? Çətin deyil. Asandır. Hə, yaxşı. İndi gəldik gələcək zamana. Bura diqqət yetirin. Deyirəm ki, will they buy a new car. Onlar təzə maşın alacaqlar. Deyirəm, təzə maşın alınacaqmı? Biri olduğu kimi gətirirəm baba. Bir gəldim. Sonra birdən sonra mübtəda gətirməliyəm. Hanı burada? Məhsulun, baba bu feildən sonra, bu hissəni gətirəcəm. Will a new car. Birdə nə olurdu? Bil. Burada deyəcəm. Bil. Buy'ın üçüncü forması nədir? Bought. İndi bunu desəm, buy them şəklində deyə bilərəm. Deməli, willdə necə oldu? Birinci bil gəlir, sonra mübtədanı gətirirsiniz, sonra bil, sizə testlərdə necə verəcəklər? Çaşdırmaq üçün belə verəcəklər. Baxın, willlə bini belə verəcəklər. Heç vaxt ola bilməz. Bax, sualda willlə bil yanaşı gəlmiş. Sual cümləsində willlə bil yanaşı gəlmiş. Will keçir mübtədanın əvvəlinə, bil qalır feilin yanından. İki dənə köməsi verəcəm, bir dənə köməsi verəcəm. Bildiniz, gələcək zamana birində yazılmır. Testin olsa elə biləcəm. Birəsində yazın. Yaxşı. Deyirəm ki, will, she, deyək ki, read this, deyək ki, book, this book. Gəlin bu cümləni çevirək. Biri olduğu kimi gətirək aşağı, gətirdik. Hanı burada bizim tamamlamamız? Bax, this book, düzdür. Biz bunu gətiririk bura, gətirdik. Sonra nə dedik? Dedik ki, gələcək zamanda nə olmalıdır mütləq? Biləndir cavabı. Hə? Bayaqçılarda əmizarızatdır. Hamısının öz qaydası vardır. Elədir, qaydası elədir. Yəni ki, onun niyəsi yoxdur. Qaydaya niyə sualı yoxdur, qaydasıdır. Yəni onun düzəlmə qaydası budur. Burada nə olacaq? Read-in üçüncü forması nədir? Read, dəyişmir. Bax, read, kat kimi, o da dəyişməyən feillərdəndir. Yenə də by her. By her, she, by her. Ya ben düzülmedim. Yaxşı. Gəldi indi bitmiş, yox, davetli zamana. Yaxşı, düz otur, mən
Davam etçi zamanı. Diqqətiniz burada olsun. Deyirəm ki, is, she. Nə deyək? Deyək ki, writing. Is she writing? Nə deyək? A lot of. Test. O çox test yazır, yəni indidən. İndi mən bu cümləni çevirmək istəyirəm. Baxın, davam etçi zamanda əmizardır, sonra onun özündən istifadə edəcəyik. Sadəcə is, are olmasını nəyə görə seçəcəyik? Nəyə görə? Feildən sonra gələn bu sözə görə. Test sözü necə sözdür? Cəmdirsə nə ilə başladacaq? Arla. Əmizardan kənara çıxmırıq. Zaman dəyişmək olmaz. Hə? İndi elə bir yaxşı, hələ davam etçi Nəyə zaman. görə indiki olduğunu bildik? Hə? Nəyə görə Bu buna görə bizə görə. Bizlə başlayıb baxın. Bizlə elə bir şey var. Biz məhsulu və çeviririk. Zaman dəyişmir. Zaman olduğu kimi qalır. Sadəcə forma da dəyişir. Bir də feilin üçüncü formasından istifadə edirik. Burada əmizardırsa, deməli sən əmizardan kənara çıxa bilmərsən. Əgər izardan birini seçməsən, onu da necə seçirsən? İndi sənin burada mübtədan şi olduğuna görə iz yazdın da. Axı məhsul və çevirəndə mübtədalar dəyişir. Şi atılır. Sən məlum növün tamamlığını məhsulun mübtədasının yerinə gətirəcəksən. Biz də nə demişik? Demişik xəbər nə ilə uzlaşır? Mübtəda ilə. Aha bu mübtəda olacaq. Ona görə sən to be-nin formasını buna görə uzlaşdıracaqsan. A lot of test sözü cəmdədir. Düzdür? Cəmdədirsə, deməli mən nə deyəcəm? Are deyəcəm. Are. Sonra mübtədamı gətirəcəm, qoyacam. Bundan sonra a lot of test deyəcəm. A lot of test. Və biz nə demişik? Demişik ki, davam etçi zamanda mütləq beingdən istifadə etməliyik. Being. Demişik də, nə gözü qaraldı demişik də, deməmişik, demişik. Olacaq burada being. Writing söz forması nədir? Written. Olacaq burada written, nə bilim, by person. Bu şəkildə. Being'i yaddan çıxartmırsınız. Nə zaman? Cümlədə davam etçi zaman olarsa. Bildiniz? Bəs keçmiş davam etçi zaman necə olur? İndi burada to be-nin forması dəyişəcək. Orada is idi, burada olacaq was. Çevrəndə də arın yerinə bölgələcək. Bax, burada da keçmiş davam etçi zamandır. Eyni qaydada onu yerdən yazmaq. Əmizar olanda əmizardan istifadə edirik, davam etçi zaman. Bozbur olanda da bozburdan. O da şəxsinə görə istifadə edirsinizsə, cəmdədirsə böl deyəcəksən, təkdədirsə boz deyəcəksən. Yadda qalar, yaxşı, keçdi bitmiş zamana. Bir dənə bitmiş zamanda deyirəm, sonra xüsusi sualda deyirəm, qaldı. Bitmiş zaman yaxşıdır, vaxtınıza qalır. Hə, bax, bitmiş zamanda necə deyəcəksən? Deyirəm ki, have. They, bitmiş zaman laf asandır. Bir dənə bilmən istifadə edəcəkəm. Have they, nə? Deyək ki, sold, nə olub, nədir? Davam etçidə bing olur, bəli. Deyək ki, house. Hə. İndi deyirəm ki, onlar evi satıblar, onların evi satılıb. Bax, görürsünüz, burada sizin cümləniz həvlə başlayıb. Həv nədir? İndiki bitmişdir. İndiki bitmiş necə olurdu? Həv ya da həz olurdu. Düzdür? Həv, burada cəmdədir deyə həv işlətmişəm. Amma mən məhsula çevirəndə artıq həv həz olmasını oradakı tamamlığa görə seçəcəm. Çünki bu bizim mübtədamız olacaq axı. Their house necə isimdə? Tək. Təksə nə olacaq? Həz. Deməli, cümlə ilə başladacaq? Həzlə. Sonra nə deyəcəm? Their house-u gətirəcəm, həzdən sonra deyək. Bəli. Their house. Their house. Sonra nə deyəcəm? Bin. Demişdik axı, bindən mübtə istifadə edəməliyim, məhcubuna çevrilə bitmiş zaman. Soldu belə olduğu kimi yazacağım. Çünki zaten elə indiki bitmiş zamandadır, keçmiş bitmiş zamandadır, feilin üçüncü formada işlənir. Ona görə feilə dəyişiklik eləmirik, bir dənə bin əlavə edirik. Bilmədiniz? Yaxşı, bir dənəsinə yazaq. Deyirəm ki, has, been, bought. A lot of. Nə deyək? Close deyək. Bu çox paltar alır. Cümləmiz hansı zamandadır? İndiki bitmiş. Həzər görə indiki bitmiş. Həv-həzlə başlayan indiki bitmiş olacaq. İndi mən elə həv-həzin özündən istifadə eləməliyəm. Buna baxırsınız. Əslində elə indiki bitmiş zamanda feilə baxmırıq, özünə baxırıq, həvə-həzə baxırıq. İndiki bitmişlər. İndiki bitmiş olan da elə özündən istifadə edəcək. Düzdür, talih. Amma həv-həz olmasını nəyə görə seçəcəyik? Tamamlığa görə seçəcəksiniz. Bot feilindən sonra gələn buna görə seçəcək. Close necə isimdir? Cəmsə nə olacaq? Həv. Deməli, həvlə başlanacaq. Burada həzlə başlanır, çünki hiyə görə. Aha, biz üçün mübtədanı dəyişirik.
Onda Onda ona görə seçəcəksən. A lot of clothes gələcək əldən sonra gəldi. Sonra nə deyəcəyik? Sonra bin deyəcəksiniz. Bin. Sonra da botu deyəcəksiniz. Bot. Bildiniz? Asandır. Bir dənə nəhayət sonda həddəki nöqtə. Hədd. Şi. Bunu tali çevirəcəm. Saç olun. Hədd şi nə deyək ki, nə bilir, painted. Devil. Çevir görüm tali. Çevir görüm. Hədd olduğu kimi gəlir. Bəli. Bu keçmiş bitmişdir. Hansı zamandır bu? Keçmiş bitmiş. Past perfect. Sonra. Bəli. Devil gəlir həddən sonra. Bin. Bəli. Burada da bin olacaq. Keçmiş bitmiş. Painted. Bəli. By nə? By her deyəcəksən. By her. Keçmiş bitmiş zamanında bütün şəxslər üzrə zaten hədd olur deyə orada da hərf kimi dəyişmirsiniz. Eyni şəxslər olacaq. Yadda qalar. Bir dənə də xüsusi bin. Mən belə deməsəm qulaq asmayacaqsın. Yaxşı. How did they how did they solve this problem? This problem. Hələ listing bilgilisiniz. Deməli, xüsusi sualı çevirəndə, hanı olduğu kimi gətirdik qabağa. Burada did varsa nə olacaq? Was were deyənələr, görməyəcək. Did varsa nə olacaq? Was were. Elə bir didin yerinə was were deyəcəksiniz. Amma was were demək üçün nəyə baxmalıyıq? Was mu yoxsa were? Problem sözü təkdir. Təkdirsə was deyəcəksən. Was eyni şey deyəsin də burada sadəcə bir dənə xüsusi sual sözündən başlayır. Was, sonra nə deyəcəm? This, eləmə. This problem. Solve necə feildir? Solved. Qaydalar. Nə olacaq? Olacaq solved. Solved by. Bildiniz? Üç dənə seçin üniversitədən. Baxaq. Bir dəqiqə. Test nümunələri, son cümləsi. Bura baxın. Nə? Geridə bölgəsi. Qulasın bura. Hamı diqqəti burada olsun. Bax. Cümlədə nə var? Will. Belə beyndən başlayacaq. Did varsa nə yapmalısın? Was, were. I saw. Did getdi. Was olan nədən seçəcəksiniz? Work'dən sonraki. Baba buna. Finishdə seçəcək. Deməli, necə olacaq? Was-dan başlayacaq. B getdi. I saw. Was-dan sonra nə gəlməlidir? Nə gəlməlidir? Nöqtə. Work gəlməlidir. Hansında gəlməyib? Hamısında gəlməyib. Yerdə səhvdir, çünki was-dan bin olmaz. A da səhvdir. Niyə A səhvdir? Çünki bin ancaq harada olur da? Finishing olacaq. Deseydi ki, belə deseydi, when were they finishing? İndisi davam edəcək. Davam edici olanda. Bu davam edici deyil, baxın. Sonra, gəlin bura baxaq, bura. Bununla başlayıbsa nə olacaq? Nə ilə başlanacaq? Is, am, biri ilə, əmzandan birinə başlayacaq. Ona görə nə çıxdı variantlarda? Nə çıxdı? Bölü çıxdı, düzdür? İndi bulasın. Bizim burada tamamımız hansıdır? Bəli, Chinese var. Sörfdən sonra gələn. Mən də dedim. Deməli, alacaq ar, düzdür? Ar, Chinese miss-lə başlanmalıdır. Ar, Chinese miss. Ye getdim. Y də getdi. İz olmaz. Chinese miss. Z də getdi. Bin olmaz. Bilirsiniz? Axırınızda buna baxmışlar. İndi bura baxın. Bura baxın. Bunu demədim. Bir də bunu. Burada isə mübtədanın sualıdır. Hamının diqqətindən burada olsun. Burada mübtədanın sualıdır. Bu çox sadə. Elə ki, təbliğ cümlə səsi kimidir bu. Deməli, əgər sizin cümləniz, bir dənə buna aid burada bir şey yazım, ondan sonra keçim testini. Bax, əgər bizim mübtədamız who'dursa, deyirəm who made this decision. Bu qərarı kim verdi? This decision. Çünki bu qərara gəldi. İndi baxırıq ki, burada bizim cümləmizin mübtədası hansıdır? Who. Yox, məlumdur cümləsi. Məlumdur, budur da, bala, who. Baxın, bizim sual sözümüz olan who cümlədə həm də mübtədanın yerinə işlənə bilir. Yəni, nə deməkdir? Özündən birbaşa sonra əsas bir görə bilir. Çox rahat.
Gördünüz ki, əgər sizin cümləniz bu üstəgəl əsas verlə başlanırsa, qulaq asın, bu əsas verlə başlanırsa, biz onu passive voice-a çevirəndə ya by whom deyəcəyik, by whom, ya belə deməlisiniz. Amma biz demədik ki, məlum növün cümləni məhsula çevirəndə məlum növün mübtədası nə ilə verilməlidir? By ilə da. Burada da sənin məlum növün mübtədası who ilə olduğuna görə, xüsusi sual sözünə olduğuna görə biz onu məhsula çevirəndə ya by whom deyəcəyik, ya da who axırda by deyəcəyik. Yaxşı, by whom ilə çevirdik. Sonra baxırıq. Bizim fiilimiz hansı zamandadır burada? Geçmiş. Geçmişdə nə olacaq? Was ya da were. Deməli, burada bizim tamamlığımız nədir? This decision. Decision sözü təkdədir. Deməli, nə olacaq? Was, sonra this decision sözünü gətirdik. Sonra nə edəcəyik? Sonra nə edəcəyik? Made-in üçüncü formasını tapacaq. Hansıdır üçüncü forması? Made. Ya belə deyəcəksiniz, ya da bunu bu şəkildə də deyə bilərsiniz. Baxın, bu yenə də eyni. Was, this decision. Nə? Made by. Made axırda by deyəcəksiniz. Axırda by. By axırda olacaq. Mənə bir dənə sual. Make sözü make'in çizmiş. Bəli, make'in həm keçmişsiniz. İndi gəlin bura baxaq. İndi bura baxaq. Bura. Ay bala, diqqətiniz burada olsun. Deməli, burada bizim mübtədamız who'dur. Özündən sonra əsas verəcəyimiz yenidir keçmiş zaman. Ya by who olacaq, ya da bu axırda by olacaq. İndi qulaq asın. Painted isə nə olmalı cümlədə? Was-dur. Hamısında was-dur, hamısında. İndi gəlin bir səhvlər keçək. Was-da bin olmaz. A-da sıralama səhv gəlir. Niyə? Çünki was gəlir, sonra fiil gəlir. Amma was-dan sonra birinci mübtəda gəlməlidir, sonra fiil gəlməlidir. Was, the ceiling axırda qeyd olmalı. Ceiling nədir? Ceiling tavan. C-də də, bax görürsünüz sıralama pozulur. C-də sıralama pozulur. Was-dan sonra painted gəlir. Amma sıralama bilsiniz necə olur? Sual sözü, köməkçi mübtədə sonra əsas verir olmalı. Mübtədə sonra əsas verir. Demək C səhvdir. D düzdür. Y-də də yenə səhvdir. Bax, burada was burada olmamalıdır. Bundan sonra olmalıdır. Axı biz dedik, deməli, sıralama həmişə bu şəkildə olur. Sual sözü köməkçidir, mübtədə sonra əsas verilir. Bildiniz, sıralamaya fikir. Bu həm də sual cümlədir. Həm də sual cümləsinə bu sizə kömək olacaq. Birini də işləyəkmi? İstəyirsiniz bir dənəsi də verim, ondan sonra tutaraq. Yaxşı, bir dənəsi başqa zamanlara aid işləyək. Yaxşı, gəlin buna baxaq. Bir də buna baxaq. Who sent you? Who sent these flowers? İndi qulaqsın. Who'dursa ya by whom olacaq, ya da who axırda by olacaq. Amma sıralaması necə olmalıdır? Birinci köməkçi fiil, mübtədə sonra əsas verir. Sent isə nə olacaq? Çəkmişdə was. Was gör, aysa. Those flowers bizim mübtədamız olacaq. Bu cəmdir. Cəmdə isə were olacaq. Amma nədən sonra gəlməlidir? Whomdan sonra. Aya baxın, səhvdir. Whom, were, sonra those flowers olmalıdır. B-də bin olmaz. Were-lə bin olmaz. C-də səhv nədir? Kim deyir? C-də səhv. Version. Zus oldu. Elə bir were gəlməlidir. Were-dən sonra mübtədə, sonra sent gəlməlidir. Sıralama pozulub burada. Were, mübtədə, sonra əsas ver olmalıdır. C getdi. Bəs. D-də səhv nədir? D-dən. Burada da sıralaması səhvdir də. Boz gəlib, sonra sent gəlib. Sıralaması Məndə səhvdir. bu olmalı deyildi. Həm də boz olmalı. Özü bizim burada bir mübtədamız budur. Flowers ilə uzlaşmalıdır. Were, those flowers sent by kim tərəfindən göndərilir. Bildiniz? Yaxşı, bu qədər. Testləri deyəcəm. Ona pauza verir. Sağ olun. Eşqinə sağ olun.